ABŞ prezidenti Donald Trump'ın administrasiyası Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi üçün xərcləri 2,46 milyard dollar azaltmağı təklif edir. Bu, cümə günü Ağ Evin dərc etdiyi ABŞ-ın 2026-cı il maliyyə ili üçün federal büdcə layihəsində öz əksini tapıb. Bununla yanaşı, administrasiya digər ölkələrdə iqtisadi dəstək və inkişaf proqramlarının maliyyələşdirilməsini dayandırmağı və bununla da xərcləri 8,3 milyard dollar azaltmağı planlaşdırır. Hökumət beynəlxalq fövqəladə hallara dəstək proqramları üçün maliyyəni azaltmaqla 3,2, səhiyyə və ailə planlaması proqramları üçün maliyyəni azaltmaqla 6,2, ərzaq məhsullarının digər ölkələrə çatdırılmasını nəzərdə tutan bir sıra proqramlardan imtina etməklə 1,6 milyard dollar qənaət etmək niyyətindədir. Ümumilikdə xarici siyasət xərclərinin cari maliyyə ilinin büdcə layihəsi isə müqayisədə 83,7% azalaraq 9,6 milyard dollara qədər azaldılması təklif edilir.